Belə yəni yoldaşlı oyunu üçün düşünürəm ki, Terif yaxşıydı. Bu gün komanda daha yaxşı bir-birini başa düşürdü meydanda. Həm uşaqlar çox yaxşı mübarizə apardılar. Yəni bugünkü məğlubiyyət belə deyək. Bir tərəfdən üzülməli, bir tərəfdən də açığı deyim, yəni əmin edə bilərəm ki, bəxtimiz də gətirmədi bu oyunda. Yəni Macarıstanın çox belə qeyri-özəlliklərini görmədim. Yəni bir-iki futbolçusundan başqa. Yəni müxtəlif epizodlarımız da oldu. Sonda hətta Rıza da qol vura bilərdi, amma düşünürəm ki, bu yoldaşlıq oyunu uzun bir zamandan sonra bizə göstərdi ki, cəsarətli oynayanda və meydanda konsentrasiyamızı qoruyub saxlayanda nələr edə bilərik. Ya buraxdığımız qollar da belə ani diqqətsizlik qolları idi. Deyim ki, Amma statistikaya baxsaq ola bir 4-5 baş qüvvə müslümanlar statistikaya baxaq. 25 zərbə vurdular. Statistika razıyam. Ola bilər. Sırf oturup yani kompüterde baksak çok şeyler başka görsənebilir ama sanırım ki sırf oyuna gelmiş bakanlar diyebilmezler ki yani uşaqlar can koymadılar meydanda ya da millimiz pis oynadı. Bugün de oradan da düşünürüm ki herkes mübarizə apardı meydandakılar meydandan sonradan girenler. Ömrümün de dediğim kimi gol çatışmadı ve qələbə çatışmadı bu oyunda. Nəticə də yani böyle dediğim kimi oyunu gör olmadı. Uzun bir aradan sonra gol vurduq, amma artıq bir ildir qələbə qazandıq. Dediğim gibi de bugün bir çatışmayan qələbə idi. Ama ümid edirəm ki bu atmosferde, bu bu beyində qala bilərik. Çünkü bugünkü oyun bence çok uşaqlara özgüven verə bilər aslında. Çünkü Macaristan belə deyək də ad olarak yani böyük millidir, yani belə deyək, böyük deməsəm də orta millidir hansı ki çok vaxt belə deyək Avropa çempionatlarında, dünya çempionatlarında iştirakçısıdır və bu cür rəqibə qarşı bir cür oyun göstərir ki, yani yığışanda tam olarak fikrimizi oyuna verəndə kənar negatif anları düşünməyəndə yəni yaxşı oyun çıxartmaq olar hər rəqibə qarşı. Sıkla hazır gösteriyor artık 3 aydan. 3 aydan sonra. Onu çıxılda görəcəyik.